Salam, hər vaxtınız xeyir olsun. İnşallah ki, hər biriniz yaxşı olarsınız. Bu günlər biz fizika 8-ci sinif yeni dərsliyindən Newtonun birinci qanunu mövzusunda öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın, tapşırıqların izahına baxacağıq. Gəlin başlayaq biz birinci sualdan. Birinci sualda deyir ki, metal halqaya şəkildəki kimi eyni nazik iplə bağlanıb. İpi aşağıdan yavaş-yavaş dartdıqda yuxarıdakı ip qırılır. İpi birdən dartdıqda isə aşağıdakı ip qırılır. Bu hadisənin səbəbini izah edin. Gəlin biz birinci halda baxaq. Birinci halda deyir ki, mən ipi yavaş-yavaş dartıram. Bu ip varsa burada müəyyən qədər gəlimə qüvvəsi var da, yəni ipin gəlimə qüvvəsi var. İpin özünün hesabına bir gəlimə qüvvəsi var. Həm də ki, sən bu yükü yavaş-yavaş aşağı dartdıqda öz ağırlığı qədər də bir qüvvə ilə ipin gəlimə qüvvəsinə təsir eləmiş olur axı. Yəni sən bunu aşağı yavaş-yavaş dartırsan, buradakı ipin gəlimə qüvvəsi getdikcə nə edir? Artır. Çünki həm ip öz hesabına gəlinməsi var, həm də ki, bu yükün hesabına da bir qüvvə yaranır. Yavaş-yavaş dartanda ona da nə etmiş olur? Təsir etmiş olur. Yəni birinci halda, bu A halında buna təsir edən ipin gəlimə qüvvəsi daha çox olur. Yəni, bu hissə təsir edən ipin gəlimə qüvvəsi çox olur deyə bu ip nə edir? Qırılır. Amma ikinci halda sən bunu anidən dartanda, anidən dartırsan. Anidən dartan zaman yenə burada ipin gəlimə qüvvəsi var, ha, T var. Amma sən bunu ani dartan zaman axı öz ağırlığı qədər bu ipin gəlimə qüvvəsinə təsir edə bilmir. Yəni onun vaxtı olmur onun. Birdən-birə dartırsan düşün ki. Birdən-birə dartan zaman öz ağırlığı qədər təsir edə bilmir deyə, yəni ağırlığını ona təsir edə bilmir. O görə ki, buradakı ip deyil, aşağıdakı ip nə edir? Qırılır. Çünki aşağıdakı ipdə də yeni gəlimə qüvvəsi yaranır və İçbi gəlmə qüvvəsinin əlavəsində bunu aşağıya dartdıqda bu öz ağırlığı qədər də aşağıya bir təsir etmiş olur axı. Ona görə də buradakı ipin gəlmə qüvvəsi daha çox olur deyə bu nə edir? Bu qırılmış olur. Yəni onun səbəbi nədir? Birinci halda ipin gəlmə qüvvəsi, yuxarıya ipin gəlmə qüvvəsi çox düşdüyünə görə birinci ip qırılır. İkinci halda isə ikinci aşağı olan ipin gəlmə qüvvəsi daha çox düşür deyə nə olur o? İkinci ip qırılmış olur. Gəldik ikinci suala. İkinci sualda deyir ki, 720 km/saat sürətdə şərqə uçan təyyarədə masa üzərində qoyulmuş istəsən hərəkətsiz vəziyyətdədir. Stəkana təsir edən qüvvələrə dair hansı nəticəyə gəlmək olar? Biz bunu təkrar-təkrar demişik ki, əgər cisim sükunətdədirsə, ona təsir edən qüvvələrin əvəziyyətçisi sıfıra bərabərdir. Bunu təkrar-təkrar demişik. Yəni bərabər sürətdə hərəkət edirsə, ona təsir edən qüvvələrin əvəziyyətçisi sıfırdır. Cisim sükunətdədirsə, ona da təsir edən qüvvələrin əvəziyyətçisi nə bərabərdir? Sıfıra bərabərdir. İndi burada nə deyə bilərik? Deyə bilərik ki, bu stəkana təsir edən əvəziyyətçi qüvvə nəyə bərabərdir? Sıfıra bərabərdir ki, bu cisim nə edib? Sükunətdə qalıb. Məsələn, bunun bu tərəfə doğru bir dartı qüvvəsi təsir edirsə, tutaq ki, hərəkətin əksinə olanda bir dənə sürtünmə qüvvəsi var ki, F sürtünmə qüvvəsi var ki, bu cisim nə edib? Sükunətdə qalıb, özü sükunət sürtünmə qüvvəsi var ki, bu nə edib? Sükunətdə qalıb. Ya da elə cavab olaraq deyə bilərsiniz ki, bu təyyarə əgər 720 km/saat sürətlə hərəkət edirsə, yəni bu sabit bir sürətlə hərəkət edirsə, həm də ki, hərəkətsiz vəziyyətdə deyirsə, demək ki, buna təsir edən əvəziyyətçi qüvvə nəyə bərabərdir? Sıfıra bərabərdir. Yəni bu qüvvələr bir-birinə, ona təsir edən qüvvələr bir-birinə bərabərdir və istiqamət sidinə yönəliblər, əkiz yönəliblər ki, məsələn, atdım özümlə 20 Newton ki, onlar çıxanda bir-birinə nə versin? Sıfır versin. Gəldi üçüncü suala. Üçüncü suala deyir ki, düz xəttli bərabər sürətdə hərəkət edən qatarın dartı qüvvəsi məlumdursa, ona təsir edən müqavimət qüvvəsinə dair hansı nəticəyə gəlmək olar? Birinci şərtdə nə yazıb? Hər cümləyə diqqətli, hər sözə diqqət vermək lazımdır fizikada. Deyir ki, düz xəttli bərabər sürətdə hərəkət edən. Düz xəttli bərabər sürətdə hərəkət zamanı biz demişdik ki, nə olur? Əvəziyyəci qüvvə sıfıra bərabər olur və sükunət vəziyyətində də olanda da əvəziyyəci qüvvə nə olur? Sıfır olur. İndi bu qatar düz xəttə bərabər sürətdə hərəkət edirsə, dedik ki, ona təsir edən əvəziyyəci qüvvə sıfıra bərabər olmalıdır. İndi buna təsir edən bir dənə dartı qüvvəsi var, tutaq ki, F dartı. Atıram məsələn, bu yenə 20 Newton olsun. Ona təsir edən müqavimət qüvvəsi də bunun əksinə, onsuz da müqavimətin adından görünür ki, əksi yönəlməlidir. Əksi yönəlməlidir və müqavimət də nəyə bərabər olmalıdır? 20 Newtona bərabər olmalıdır ki, sən bunları bir-birindən çıxanda nə versin sənə? Sıfır versin. Demək ki, deyəcəksiniz, dartı qüvvəsi müqavimət qüvvəsinə qiymətcə bərabər, istiqamətcə isə əks olmalıdır ki, bu cisim necə hərəkət etsin? Düz xəttə bərabər sürətdə hərəkət etsin və əvəzləyici qüvvə də sıfıra bərabər olsun. Gəldik öyrəndiklərinizi yoxlayına. Öyrəndiklərinizi yoxlayına da deyir ki, birinci sualda ətalət nədir? İki cismin ətalətliyi nəyə əsasən müqayisə etmək olar? Biz ətalətlikdə dedik ki, tərifində dedik ki, cisimə başqa cisimlər təsir etmədikdə cisim ya sükunətdə qalar, ya da düz xəttli, bərabər sürətli hərəkət edər. Bu çox məntiqlidir. Qoymuşsan kitabımızın üstünə.
Masanın üzərində bir kitab var. Sən bu kitaba təsir etmədiyin müddətdə bu həmişə ilə masanın üzərində sükunətdə qalacaq da, düz deyil. Yəni sən ancaq buna təsir edərək bunu bir yerdən başqa yerə apara bilərsən də, yoxsa belə həmişə sükunətdə qalacaq. Yəni bu birinci, bu düzdür. Sonra deyir ki, bərabər sürətdə hərəkət edir. Bərabər sürətdə hərəkət edir. Tutaq ki, bir dənə maşın var. Maşın bu tərəfə doğru V bərabərdir 20 metr bölünsün saniyə sürətlə hərəkət edir. Tutaq ki, sağa doğru. Bu sabit 20 metr bölünsün saniyə sürətlə hərəkət edir. Yəni bunu nə artırmır, nə azaltmır, sabitdir. Sən burada tormoz vermədiyin müddətdə və ya qaza basmadığın müddətdə bunun sürəti artmayacaq, nə də ki, azalmayacaq. Ona görə də bu nə qədər, vaxta qədər, yəni sən bunun sürətini azaldıb artırana qədər, bu nə qədər elə olacaq, düz xəttli bərabər sürətli hərəkət edəcək. Yəni o qanun ətalətlikdə bunu deyir ki, hə, cisimə başqa cisim təsir etməkdə ya sükunətdə qalar, ya da bərabər sürətdə hərəkət edilir. Bu da çox məntiqlidir onsuz da. Yəni bu sonsuza qədər bunu sən dayandırmadığın müddətdə, bezini bitmədiyi müddətdə nə olsa, elə bu 20 metr bölünsün saniyə sürətlə nə eləmiş olacaq? Hərəkət eləmiş olacaq. Bəs deyir ki, iki cisimlə ətalətini nəyə əsasən müqayisə etmirlər? Bunu demişdik ki, cisimlərin ətalətliləri kütlələrinə əsasən müqayisə olunur. Necə? Məsələn, bir varsa ağır bir cisim, böyük bir cisim var, bir də balaca bir cisim var. Mən məsələn deyirik, küləşli havada yüngül əşyaları daha çox apara bilir də. Məsələn, arıq adamlar küləkdə çölə çıxa bilmirlər. Niyə? Çünki onların küləyin aparma ehtimalı var. Və amma ağır yüngül arıq adamlar deyilir. Amma kilolu adamlar, yəni böyük adamlar şey edə bilmirlər. Yəni onlar rahat ətalətliləri rahat saxlaya bilirlər. Yəni burada kütlələrin əsasən deyə bilərik ki, ətalətli kütləsi böyük olanın ətalətliyi daha çox olur. Çünki ağır insanı yerindən tərbiyə etmək asandır, yoxsa yüngül insanı, təbii ki, yüngül insanı yerindən tərbiyə etmək və ya yüngül cismi yerindən tərbiyə etmək daha asandır, nəinki ağır bir cismi. Ona görə də ətalətli cisimlərin kütləsinə əsasən müəyyən olunur. Gəldik ikinci suala. İkinci suala deyir ki, şəkildə təsvir olunmuş hadisəni izah edir. Burada velosipedçi özü üçün bir hərəkət edir. Məsələn, düz xəttli bərabər sürətdə hərəkət edir. Bir sürətlə. Sonra gəlib qabağına odun çıxır. Odun çıxan zaman bir maneə yaranır da buna. Odun ilişir və velosipedçi nə edir? Yerə yıxılır. Bəs niyə yerə yıxılır? Bu normalda sağa doğru hərəkət edirdi, düz deyil. Sağa doğru hərəkət edən zaman bu maneə çıxır bunun qabağına və bu dayanmaq məcburiyyətində qalır. Bu velosiped dayanmaq məcburiyyətində qalır. Birdən-birə dayanır deyə bu adam da nə edir? Yerə düşür. Bəs niyə yerə düşür? Təbii ki, ətalətliliyə görə. Ətalətlilik nədir? Ətalətlilik cismin öz əvvəlki vəziyyətini qaytarmağa çalışmasıdır. Yəni, öz əvvəlki vəziyyətdə dayanmağa çalışmasına ətalətlilik deyil. Bu cisim sağa doğru hərəkət edirdi, düz deyil. Cisim dediyimiz, yəni velosipedçi sağa doğru hərəkət edirdi. Sağa doğru hərəkət edirdi, amma birdən-birə qabağına maneə çıxdı və bu dayanmaq məcburiyyətində qaldı. Amma bu yenə istəyir, ətalətli istəyir ki, əvvəlki halında qalsın. Əvvəlki hal nə idi? Sağa doğru hərəkət eləmək idi. Bu indi istəyir ki, yenə neynəsin? Sağa doğru hərəkət etməyə çalışsın. Ona görə də o anidən nə yıxılır? Yerə yıxılır. Çünki o nə etmək istəyirdi? Sağa doğru hərəkətini davam etdirmək istəyirdi. Ona görə də nə elədi? Yerə yıxıldı. Yox, məsələn, tutaq ki, bu cisim sola doğru geçsəydi, bir yana doğru geçsəydi, yerə qabağına bir maneə çıxsaydı, velosipedçi yenə yerə yıxılacaqdı. Çünki o nə eləməlidir? Əvvəlki halını saxlamağa çalışmalıdır ki, bu da nə adlanırdı? Ətalət adlanırdı. Üçüncü sualda deyir ki, hansı hallarda izah etmək üçün Newton birinci qanunundan istifadə olunur? Gəlin biz Newton birinci qanunu yadımıza salaq. Newton birinci qanunda deyir ki, cismə başqa cisimlər təsir etmədikdə cisim ya sükunətdə qalır, ya da düz xəttli bərabər sürətli hərəkət edir. Burada da Newton birinci qanunundan istifadə olunur hansı hərəkətdə? Düz xəttli bərabər sürətli hərəkətdə və sükunət halında nədən istifadə olunur? Newton birinci qanunundan istifadə olunur. Gəldik dördüncü suala. Dördüncü sualda deyir ki, hərəkət edən arabacığın üzərində kütlələri fərqli olan iki cisim var. Arabacıq birdən sürətini azaltsa, bu cisimlərin hərəkəti bir-birindən necə fərqlənir? Tutaq ki, bir dənə arabacığımız var. Məsələn, atıram belə bir gəmi olub, bu arabacıq olmadı, amma hər neysə. Bunun üzərində iki dənə cisim var. İki dənə cisim var. Biri balaca olsun, biri. Tutaq ki, bunun en bərabərdir 23 volt çəkisi olsun. Bunun da en bərabərdir 18 volt çəkisi olsun. Tutaq ki, M2, bu da M1 olsun. İndi, bu arabacıq sürətini azaltsın. Sürətini azaltsa, bunlar bu tərəfə doğru hərəkət edirlər, tutaq ki. Sürətini azaltsa, bu başlayacaq yavaş-yavaş dayanmağa da. Amma yavaş-yavaş dayanmağa başlayanda bunlar bu tərəfə doğru hərəkət edirlər axı. Çalışacaqlar ki, əvvəlki hallarında saxlayarlar. Yəni sağa doğru hərəkət etməyə çalışırlar. Ona görə də bu ikisi də sağa doğru hərəkət edəcək. Bu cisim dayanandan sonra irəliyə doğru gedəcəklər. Amma sonra sizcə
Burada hansı öz vəziyyətini irəliyə doğru gedəndə axı yıxıla bilərlər. Məsələn, düşünün ki, maşınla gedirsən, maşından tormoz verən zaman neyirsən? Sən belə qabağa doğru gedirsən, sonra öz yerinə qayıdırsan da. Qabağa doğru gedəndə, yəni orada yüngül cisim daha çox meyilli olur da qabağa getməyə. Amma ağır cisim öz əvvəlki vəziyyətini eləməyə çalışır, saxlamağa daha asan çalışır. Yəni burada nə deyə bilərik? Deyə bilərik ki, kütləsi çoxalanın ətalətliyi daha çoxdur, kütləsi az olanın isə ətalətliyi daha azdır. Burada bir-birinə necə fərqlənəcək? Təbii ki də ikinci cisim daha çox sağa doğru hərəkət edəcək, birinci cisim isə daha az sağa doğru hərəkət etmiş olacaq. Çünki o ətalətliyini, dayanıqlığını daha yaxşı saxlaya bilir. Belə, inşallah ki, qalan dərslərin izahlarında görüşərik. Kanala abunə olub, videonu bəyənib şərh yazmağı unutmayın.